Fransada prezident seçkisinə bir il qalsa da, meydan indidən qızışır. Siyasətçilər namizədliklərini irəli sürmək üçün artıq seçki kampaniyalarına başlayırlar. Ənənəvi olaraq kampaniyalar ötən ildən başlasa da, risklər hələ də yüksək olaraq qalır. Avropa İttifaqı Fransada sağçıların hakimiyyətə gələcəyindən narahatdır. Blok düşünür ki, mərkəzçi Emmanuel Macrondan sonra ifrat sağçı hökumətin qurulması qitədə zəlzələ effekti yarada bilər. Vəziyyət o yerə gəlib çatıb ki, artıq yaşıl enerji ilə bağlı keçirilən tədbirlər də siyasət ocağına dönüb. Bu yaxınlarda keçirilən Dünya Təsiri sammitində də qitənin yaşıl keçidi ilə bağlı aparılan müzakirələr siyasi məsələlərlə əvəzlənib. Prezidentliyə namizədlər Yaşıllar Partiyasından Marine Tondelier, İfrat Sağçı Milli Birlik Partiyasının lideri Jordan Bardella, mərkəzçi Gabriel Attal və mərkəz solçu Rafael Glucksmann forumu yarış meydanına çevrilib. Bazı liderlerin özellikle Cumhurbaşkanlığındaki seçimi erken açıklaması tabii ki bazı riskleri de getirdi. Özellikle sağ ideolojiye sahip siyasi parti kitleleri. Bu da erken yıpranmaya yol açar. Seçim kampanyasını bir yıl önce başlatmak. Dolayısıyla burada aşırı sağcıların iktidara gelmesi bana göre yani bir oran olarak düşünüldüğü zaman %50-%50. Sabiq baş nazir François Bayronun da bu prosesdə adı çəkilir. Onun namizədliyini hələ irəli sürüb-sürməyəcəyi tam olaraq bəlli deyil. İfrat sağçı Marine Le Penin yarışdan kənarlaşdırılması da mənzərəni bir qədər dəyişir. Le Pen qərarı ləğv etmək uğrunda mübarizə aparsa da, seçki qadağasını üzərindən ata bilməyib. Mənimsəmə ittihamı ilə üzləşən Marine Le Pen məsələ ilə əlaqədar apellyasiya məhkəməsinə müraciət edib. Lakin onun müraciəti hələ ki nəticəsiz qalıb. Bu səbəbdən onun yerinə partiyadan Jordan Bardella namizədliyini irəli sürəcək. Fransız toplumunun nasıl sessiz kaldığına bakarak da aslında bir sonuca ulaşabilirsiniz. Bunun olmaması için her türlü yolu mutlaka deneyeceklerdir. Yeter ki sağcılar, aşırı sağcılar Fransa'da iktidara gelmesin ve Fransa'nın tarihsel kazanımlarının bu anlamda zarar göreceğiyle ilgili çok ciddi endişeler olduğu için bunun olmaması adına her türlü yolu deneyecekleri kanaatindeyim. Her noktadan her türlü bu aşırı sağ hareketleri engellemeye çalışan bir Fransa olduğu düşüncesindeyim. Bu anlamda da açıkçası sağcıların önünün çok açılmak isteneceği kanaatinde değilim. Bundan başqa, nəzərlər gələn ay keçiriləcək bələdiyyə seçkisinə də yönəlib. Namizədlər bu prosesə prezident seçkisi üçün hazırlıq məşqi kimi yanaşırlar. İfrat sağçılar Fransada öz siyasi qüvvələrini bu yolla möhkəmləndirməyə ümid edirlər. Digər tərəfdən solçu və mərkəzçilər də özlərini siyasi meydanda aktiv göstərməyə çalışırlar. Solçuların daxili bölünmələri dəf edib, ciddi rəqib ola biləcəyinə dair əlamətlər təqdim edəcəyi proqnozlaşdırılır. Mərkəzçilərin isə özlərini bu meydanda sübut etməyə yönələn xətt tutacağı bildirilir. Macronun son illərdə yürütdüyü siyasət onların nüfuzuna ciddi təsir göstərdiyi üçün xalq arasında inamı yenidən qazanmalıdırlar. Xarici nəşrlər yazır ki, bu çox uzun bir seçki kampaniyası olacaq. Dolayısıyla şu anda aşırı sağcıların gelebilmesi için farklı dinamiklerin ortaya çıkması gerekiyor. İşte ülkede biliyorsunuz aynı zamanda bu Epstein davası yine Fransa'daki bazı kesimlerin, sol ve sağ kesimlerin o dosyalarda adının yer alması gibi özellikle işte İsrail karşıtlığı birçok siyasetçiye verilen ceza gibi, seçime girmeme cezası gibi tüm bu unsurlara bakıldığı zaman sağ kesimin önünde birçok pürüzler bulunuyor. Emmanuel Macronun yerini tutmaq üzrə mübarizə davam edir. O, 2017-ci ildəki seçkidə ölkənin ənənəvi sol-sağ mənzərəsini darmadağın etsə də, illər keçdikcə buna nəzarət azalıb. İndi siyasi mərkəzin parçalandığı bildirilir. Lakin hər şey gələn ay keçiriləcək bələdiyyə seçkisindən asılıdır. Bu seçki Fransanın gələcəyi barədə ipucularını göstərəcək. Macron isə 3-cü dəfə ardıcıl prezident seçilə bilməyəcəyindən xəbərdar olduğu üçün Avropanın hər tərəfli müdafiəsinə qalxır. O, qoca qitənin iqtisadiyyatını dirçətmək üçün islahatların keçirilməsinə dair çağırışlar edir. Macronun bu addımları hakimiyyətdən gedərkən Avropa üçün iz qoymağa çalışması kimi qiymətləndirilir. Analizlər onu göstərir ki, o bundan sonra daha aktiv davranaraq həm ölkə tarixində, həm də ittifaq üçün özünü dırnaqarası fəda etməyə çalışacaq.